Səhər yuxudan durandan bir qədər sonra dünyada nə baş verir, Azərbaycanda nə baş verir? Xəbərlərə baxırsan və saçların bax bu cür başında başlayır vız-vız durmağa. Birinci baxırsan Azərbaycan segmentinə, şad xəbər. Baxırsan pensiyaları qəpik quruş artırıblar, yaxud da o şad xəbərlərin heç bizə dəxli yoxdur. Bəd xəbər həmişə var. Sonra baxırsan, deyirsən ki, müxalif müstəqil adlananların tərəfinə, baxırsan ki, onlarda da ancaq Alyona Əliyevanın alt paltarında eşələnmə var. Əzizlərim, Alyona Əliyeva evlənibdir, gənc qız vaxtı şənlənib eləyib, onun nə dəxli var ölkədəki sistemə, onun dəyişməsinə? Bəylər Əyyubovu Alyona Əliyeva əvəz edib, yenə kimsə onu da əvəz edəcək. Yəni siz ömrünüz boyu sizi görəndən ancaq belə şeylərdə eşələnə oturubsuz və gördüyünüz kimi xoşbəxtdirlər Heydərlə Alyona. Onların bakirəlik deyə problemləri də yoxdur. Sizin heç Peyğəmbərin də bakirəliklə problemi olmayıb. 15 yaş özündən böyük Xədicə ona elçi göndərib. Xədicənin pulu olmasaydı, Xədicə ona inanmasaydı, kimsəni Məhəmməd öz ardınca apara bilməzdi. Sonra uşaq 9 yaşlı Ayşə ilə evləndi. Gördük ki, uşaqlarla baş yırtmaq çətindir və Ayşə də ölənə kimi onu ölmüş Xədicəyə qısqandı. Sonra oğulluğu Zeydin arvadı Zeynəbi boşatdırıb evləndi və sonra da digər dul qadınlarla və öz həyatını yaşayıb getdi və siz bütün bu qaydaları hardan tapıbsınız? O kişi də yaşamağın qaydasını bilibdi. Sonra baxırsan, jurnalistlər Səidə Bəkir qızı, o qadın əvvəllər biraz xoşuma gəlirdi, sonra başladı qara qırışqırıq. Yəni ancaq belə deyək də reytingli şeylərə özü qışqıra, yəni isteriçli bir qadına çevrildi və müxalifətli bir isteriçli qadını xatırladır və rəqsanə ilə dava dalaşları, yəni çox ucuz görünür, urvatsız. Sonra baxırsan digərləri İran ayətullalarına rəhbərim deyir, hansı ki gəncləri edam edib minlərlə insanların qətlinə fərman verən Ayətullahına rəhbərim deyib ağlayır, o boyda daş düşsün başınıza. Ondan sonra dünyanın xəbərlərinə baxırsan ki, yenə psixopat Putinlə narsist, üstəlik biri biseksual, Trump da pedofiliyi üzə çıxdı, dünyanı yellənəcək kimi yelləndirirlər. Və heç nə, sonunda ağıllı insanları axtarırsan ki, bu vız qalxan başını qaydaya salasan və öz gündəlik işlərinin arxasınca gedəsən. Başınızdan müğayət olun.